Salam. Bugün sizinlə çox spesifik bir mövzuya baxacağıq. Necə oldu ki, bir vaxtlar, bilirsiniz, rəssam olmaq arzusunda olan bir gənc, Adolf Hitler, 20-ci əsrin ən qüdrətli, eyni zamanda ən bədnam diktatorlarından birinə çevrildi. Bəli, bu həqiqətən də çox düşündürücü bir sualdır. Yəni bu transformasiya necə baş verdi? Əlimizdəki mənbələr onun bu qəribə yüksəlişinin detallarını göstərir. Məqsədimiz onun həyatındakı o kritik məqamları, düşüncə tərzini dəyişdirən hadisələri anlamağa çalışmaqdır. Gəlin başlayaq. Əsas məsələ də elə budur. Uğrunun arxasında nə vardı və təbii ki, o qəddarlığın səbəbləri nələr idi? Mənbələr bir neçə mühüm məqama işarə edir. Hər şey 1889-cu ildə Avstriya Macaristanda başlayır. Uşaqlığı, belə deyə, asan keçməyib, körpə qardaşlarının ölümü, sonra başqa bir qardaşının itkisi. Üstəlik də atasından gördüyü o fiziki şiddət, deyilənə görə bu onun xarakterinə ciddi təsir edib. Onu daha çox içinə qapanıq bir uşaq edib. Atasının ölümündən sonra da məktəbi buraxır, amma əsas zərbə deyəsən Viyanada gəlir. Gözəl Sənətlər Akademiyasına qəbul ola bilmir. Bəli, bu onun üçün böyük bir məyusluq olur. 18 yaşındaydı, qısa müddət sonra anası xərçəngdən ölür, sonra akademiyadan ikinci dəfə rədd cavabı alır. Artıq Viyanada, tamamilə kimsəsiz və çox çətin şəraitdə qalır, yoxsulluq içində. Məhz bu Viyana dövrü deyəsən onun dünya görüşündə də dərin izlər buraxır, elə deyilmi? Yahudilərə qarşı o məşhur nifrətinin kökləri. Tamamilə. Məhz bu dövrdə formalaşmağa başlayır. Mein Kampf da özü də yazır ki, Viyanada olarkən Yahudilərlə yaxından tanış olub və onlara qarşı düşmənçilik hissi oyanıb. Maraqlıdır, niyə məhz Yahudilər? Baxın, o düşünürdü ki, sənət və mədəniyyət sahəsində Yahudilər çox güclüdür. Bir-birlərini dəstəkləyərək Almanların qabağını kəsirlər. Hətta akademiyaya qəbul edilməməsini də birbaşa buna bağlayırdı. Şəxsi uğursuzluğunu, belə deyək, bir qrupa yönəlmiş nifrətə çevirir. Deməli, şəxsi inciklikdən ideoloji nifrətə keçid var. Bəli. Eyni zamanda Avstriya Macaristanın o çox millətli quruluşu da onu narahat edirdi. İnanırdı ki, belə bir dövlət gec-tez dağılacaq. Onun o güclü millətçi görüşləri də məhz bu dövrdə formalaşır. Sonra 1913-cü ildə Viyanadan Münkenə köçür, Birinci Dünya müharibəsi başlayanda isə könüllü olaraq Alman ordusuna yazılır. Bu, deyəsən ona yeni bir məqsəd verir. O məqsədsiz Viyana həyatından sonra müharibə ona bir məna hissi verir. Cəbhədə olur, yaralanır, müalicə olunur, sonra yenidən cəbhəyə qayıdır, aktiv iştirak edir. Amma müharibənin sonu Almaniyadan təslim olması onu çox qəzəbləndirir. Dəhşətli dərəcədə. O da bir çox Alman millətçisi kimi düşünürdü ki, Almaniya cəbhədə uduzmayıb. Yəni, bu məğlubiyyət masa arxasında daxildəki satqınlar tərəfindən təşkil olunub. O məşhur arxadan bıçaqlanma mifi var idi. Yəni, günahı siyasətçilərdə, sosialistlərdə, yahudilərdə görürdülər. Bəli. Müharibədən sonra da orduda qalır və siyasi agent kimi ifrat sağçı qrupları izləməyə başlayır. Onlar haqqında məlumat toplayır. Və elə bu zamanda Tale onu Alman Fəhlə Partiyası DAP ilə qarşılaşdırır. İclaslarını izləyərkən görür ki, partiyanın o millətçi, sosialist ideyaları onun öz düşüncələrinə çox yaxındır. Bir dəfə də çıxış edir. Öz də çox təsirli. Natiqlik qabiliyyəti ilə dərhal diqqət çəkir. Partiyanın qurucusu Anton Drexler onu üzvlüyə dəvət edir. Bu, onun siyasətə ilk ciddi addım olur. 1920-ci ildə artıq ordudan ayrılır, tamamilə partiya işinə keçir, partiyanın adını dəyişdirir, Nasional Sosial Alman Fəhlə Partiyası, yəni NSDP, Nasist Partiyası. Və təbliğat işlərinə rəhbərlik edir. Onun çıxışları həqiqətən də böyük kütlələri cəlb edir. Tərəfdarların sayı sürətlə artır. 1921-ci ildə isə partiya daxili mübarizədən sonra partiyanın tək lideri olur. Führer prinsipi yavaş-yavaş formalaşır. Bu dövrdə o məşhur SA, fırtına bölüyü də yaradılır, eləmi? Ernst Röhmün rəhbərliyi ilə. Bəli, keçmiş əskərlərdən ibarət bir güc strukturu. Partiyanın mitinqlərini qorumaq, rəqiblərə gözdağı vermək üçün. Sonra 1923-cü il Münhendəki o pivaxana qiyamı. Mussolini'dən ilhamlanmışdı deyəsən. İtaliyadakı Roma yürüyüşü kimi bir şey etmək istəyirdi. Amma uğursuz oldu. Həbs edildi. Lakin məhkəməni öz təbliğat tribunasına çevirdi. Cəzası da çox yüngül oldu. Cəmi 9 ay yatdı.
və həbsdə o məşhur Mein Kampfı yazmağa başladı. Düzdür. Həbsdən sonra isə taktika dəyişdi. Artıq başa düşdülər ki, hakimiyyətə silahlı çevrilişlə yox, seçki yolu ilə gəlmək lazımdır. Və 1929-cu il böyük böhranı. Aha, bu onların şansı oldu. Əlbəttə, Almaniyada kütləvi işsizlik, yoxsulluq, inflyasiya, ümidsizlik. Nasistlər bu vəziyyətdən çox məharətlə istifadə etdilər. Hitler həm yoxsul kütlələrə xilas vəd edirdi, həm də kommunizmdən, sosializmdən qorxan iri sənayeçilərin, orta təbəqənin də dəstəyini qazanırdı. Nəticədə gecikmədi, 1930 və xüsusilə 1932-ci il seçkilərində nasistlər böyük səs toplayıb parlamentdə, Reichstagda ən böyük partiyaya çevrildilər. Artıq hakimiyyətə çox yaxın idilər. Parlamentdəki bu gücdən istifadə edərək prezident Hindenburqa təzyiq göstərdilər. Nəticədə 30 yanvar 1933-cü ildə Hitler kansler təyin edildi. Amma bu hələ hər şey demək deyildi. Hakimiyyəti tam ələ keçirmək lazım idi. Bəli, çox qısa müddət sonra fevralın 27-sində Reichstag binası yandı. Müəmmalı bir yanğın idi. Hitler dərhal kommunistləri günahlandırdı, eləmi? Hə, və bunu bəhanə edərək Prezident Hindenburqa fövqəladə vəziyyət fərmanı imzalatdırdı. Bu fərmanla əsas vətəndaş azadlıqları, söz, mətbuat, yığıncaq azadlığı ləğv edildi. Sonra mart seçkiləri və o məşhur Səlahiyyət qanunu. Bəli, 23 mart 1933. Bu qanunla faktiki olaraq parlament öz səlahiyyətlərini 4 il müddətinə hökumətə, yəni Hitlerə verdi. Bunun üçün kommunist deputatları həbs etdirdilər, parlamenti SA ilə mühasirəyə aldılar ki, digərləri səs versin. Və bununla da Weimar Respublikasının demokratiyası sona çatdı. Tamamilə. Digər bütün partiyalar qadağan edildi, həmkarlar ittifaqları, müstəqil təşkilatlar bağlandı, Almaniya təkpartiyalı sistemə keçdi. Hakimiyyəti möhkəmləndirmək üçün daha bir qanlı addım da atıldı 1934-cü ilin iyununda Uzun Bıçaqlar gecəsi. Aha, bu hadisədə Hitler öz partiyasındakı potensial rəqiblərini, xüsusilə də SA lideri Ernst Röhmü və onun tərəfdarlarını, yüzlərlə insanı qətlə yetirtdi. Bununla həm partiya daxili müxalifəti susturdu, həm də SA-nin həddindən artıq güclənməsindən narahat olan ordunun dəstəyini qazandı. Və son nöqtə, Prezident Hindenburqun ölümü. 2 avqust 1934. Hindenburg öldükdən dərhal sonra Hitler referendum keçirərək kansler və prezident vəzifələrini birləşdirdi. Özünü Führer und Reichskansler, Almaniyanın tək və mütləq lideri elan etdi. Diktatura tam quruldu. Sonrası artıq daha çox müharibəyə hazırlıq dövrüdür. İqtisadiyyatı silahlanma, böyük tikinti layihələri ilə canlandırır, işsizliyi azaldır. Düzdür. Sonra diqqətini xarici siyasətə yönəldir. Mein Kampfda yazdığı kimi əsas məqsədi bütün Almanları bir dövlət altında birləşdirmək və şərqə doğru Almaniya üçün həyat sahəsi, yəni Lebensraum qazanmaq idi. Bu yolda Avstriyanı ilhaq etdi, Çexoslovakiyanı parçaladı. Bəli, hətta bu məqsədlə əsas ideoloji düşməni saydığı Sovet İttifaqı ilə müvəqqəti bir saziş, Molotov-Ribbentrop paktını bağladı və 1 sentyabr 1939-cu ildə Polşaya hücum etdi, İkinci Dünya müharibəsi başladı. Baxın, bütün bu prosesi izləyəndə görür ki, Hitlerin yüksəlişi çox mürəkkəb bir hadisədir. Burada onun şəxsi ambisiyaları, istedadlı natiqliyi, siyasi fürsətçiliyi var. Amma eyni zamanda o dövrün şəraiti də var. Müharibədən sonraki Almaniyanın o qeyri-stabil vəziyyəti, dərin iqtisadi böhran, millətçiliyin yüksəlişi. Tamamilə doğrudur. Şəxsi amillərlə tarixi şəraitin, belə deyək, çox təhlükəli bir birləşməsidir. Biri digərini gücləndirib. Bu araşdırmanın sonunda doğrudan da insan düşünür. Sizin üçün də bir sual qoyaq. Görəsən, bir fərdin bu qədər güc qazanmasında və bütün bir milləti, hətta dünyanı belə bir fəlakətə sürükləməsində tarixi şəraitin rolu nə qədər idi? Şəxsin öz keyfiyyətlərinin, hərsinin rolu nə qədər? Bu həqiqətən də üzərində düşünməyə dəyər bir məsələdir.